Salam, hər vaxtınız xeyir. Az kanal izləyiciləri. Bugün İsmail rayonu İvanovka kəndindən gözəl bir torpaq mülkümüz satışa çıxarılıb. Torpaq mülkü 10 sotun içərisində 4 tərəfi daş hasar olan, yəni yeni çəkilmiş və gözəl panoramalı bir torpaq mülkümüz satışa çıxarılıb. Gördüyünüz kimi, yəni birbaşa buradan həyətdən durub bütün Qafqasıra dağlarını görmək olur. Çox gözəl panoraması var, qeyd etdiyim kimi. Həyətin hər bir tərəfdən, yəni sırf özü üçün yəni torpaq mülkün hasarı çəkilib, yəni hansısa bir satlıq məqsədi üçün yox. Gördüyünüz kimi beton da görsəniz 2 qat beton tökülüb kəmərlə birbaşa. Yəni heç bir qorxusu yoxdur ki, səhər torpaqda sürüşmə olar, barı çatlayar. Yəni bu torpaq mülkünün hal-hazırda təcili şəkildə satır sahibi. Bax, gördüyünüz kimi içərisinə belə işə torpağı gətirib tökülüb. Yəni ev tikiləndən sonra əlbəttə ki, həyətə yaylası idi, hələ ki qalıbdı. İçində qumu, şeybeli, kubiki, yəni harasa bir 500-ə yaxın kubik var içində. Deməlidən, bax belə damın taxtaları hazır şəkildədir. Və burada evin karkazı toxunub hazır qoyulubdur, gördüyünüz kimi. Yəni burada ehtiyat üçün, ustaların oturması üçün belə bir naves kimi qurulub. Bunun da arxasında yeni qeyd etdiyim kimi materialımız var. Yəni hal-hazırda materialda bax, gördüyünüz kimi taxtalar var burada da. Yəni bir sözlə, yəni evə başlasanız bir daş alıb tökəsiniz. Bir də simentin, qumdur, aseptir, şeybeldir, hamısı var, bax, hamısı var. Karkazda toxunub hazırdır. Əlbəttə ki, bunlar hamısı qiymətin içində nəzərdə tutulub. Burada turbalar var. Hamısı qiymətin içində nəzərdə tutulubdur. Yəni bu nəzərdə tutulub. Hal-hazırda 52 minə deyilir bura. Həmin bu yerdə torpağın sotu 4500-5000 manatdır. Heç bu hasarı nəzərə alsaq 28800 manat bu hasara xərc çəkilib. Hələ torpağın qiymətini demirəm. Yəni İvanovkada belə bir hasarı olan torpaq mülkü satışda yoxdur. Yəni tapa da bilmərsiniz. Yəni təcili satılır. Maraqlananlar əlaqə telefonumuza zəng edib ətraflı məlumat ala bilər.